Biz indi baxırıq papkaların yaradılması, qovluqların yaradılması, onun görünüşünün dəyişilməsi, silinməsi, bərpa olunması və s. bunlara toxunacağıq. İlk öncə ekranda qovluq yaratmaq üçün mouse'un sağ düyməsini klikləyirik, yəni mouse'un sağ düyməsini vururuq. Kontekst menyu açılır. Bu kontekst menyudan new əmrini, yəni yeni bu əmrə daxil oluruq və burada folderini seçirik, yəni qovluq. Qovluğumuz yaradıldı. İstəsək, qovluğu yaratdığımız anda bunun adını dəyişə bilərik. Misal üçün, qeyd edirəm, təlim. Qovluğun adını yerləşdirdim. İndi bu qovluğu istədiyim yerə yerləşdirə bilərəm sürüşdürməklə. Əgər adını dəyişmək istəyirəmsə, qovluğun üzərində sağ düymə vururam və burada rename var. Və yaxud da F2 ilə də bu əmri yerinə yetirə bilərəm. Rename-ə daxil oldum. İndi silib istədiyim mövzuda adı qeyd edə bilərəm. Qeyd etdim, təlim materialları. İndi deyək ki, bu ekranda olan PowerPoint sənədini, həmçinin PDF-ləri mən bu qovluğun içərisinə salmaq istəyirəm. Ya təklikdə də bu şəkildə sürüşdürüb ata bilərəm. Və yaxud da hamısını eyni anda seçirəm bu şəkildə. Və birini seçib üzərinə gətirdikdə qovluğun avtomatik bütün seçdiyim sənədlər qovluğa daxil olur. Hər biri 3 ədəd bu PDF və PowerPoint sənədi hər biri qovluğun içərisində yerləşdi. İstəsəm, hətta qovluğun içərisində yeni bir qovluq da yarada bilərəm. Misal üçün, deyək ki, bu ikisi PDF formasındadır, digəri isə PowerPoint. Mən istəyirəm ki, PowerPoint ayrı bir qovluqda olsun. Yenə burada sağ düymə vururam, kontekst menyu açılır, new əmrinə daxil olub folderini seçirəm və qeyd edirəm, deyək ki, slide. Yazdım. Enter vurdum. Yenə qovluğun içərisində bir qovluq daha var və bu PowerPoint növünü gətirib slaydın içərisinə əlavə edirəm. Artıq bu slide papkasının içərisində də rəqəmsal bacarıqlar adlı PowerPoint mənim sənədim var. Bu şəkildə. İndi çıxaq buradan. Baxın, təlim materialları, qovluq, yaratdığımız qovluqdur. İçərisində bir dənə də qovluq var, slide qovluğu və sənədlər. Hətta qovluğun üzərinə gəldikdə bizdə sağ düymə vururuq yenə. İstəsəm bu qovluq haqqında məlumat da öyrənmək. İçərisində nə qədər sənəd var, nə qədər qovluq var, ölçüsü nə qədərdir və s. Burada var xüsusiyyətlər. Alt enterə vuraraq bu əmri yerinə yetirə bilərəm. Properties daxil oluram və mənə göstərir. Qovluğun ölçüsü nə qədərdir və nədən ibarətdir? 3 dənə faildən və 1 dənə qovluqdan. Yəni qovluğun içərisində yeni bir qovluq da var. Nə vaxt yaradılıb? Burada tarixi ilə göstərilir və harda yerləşir? C diskində istifadəçilər qovluğunda Asus istifadəçi qovluğunun adıdır göstərilib və desktop, yəni ekranda. İstəsəm mən bu qovluğun görünüşünü dəyişə bilərəm. Bu zaman gəlirəm fərdiləşdir rejiminə, customize, gəlirəm bura daxil oluram və change icon. İkonu dəyiş, görünüşü dəyiş, piktoqramı dəyiş. Gəlirəm bura və istədiyim bir formanı seçirəm. Misal üçün, sual işarəsi formasını seçdim. OK vurdum və yenə OK vuraraq görünüşünü dəyişə bilərəm. Əgər görünüş sırası dəyişmədisə, bu zaman refresh eləməliyəm. Ekranda yenə sağ düymə vururam. Refresh əmrinə daxil oluram, avtomatik görünüş dəyişir. Bəzən olur ki, hansısa bir əməliyyatı yerinə yetirəndə həmin əməliyyat icra olunduğu görünmür. Bu zaman refreshi vururuq ki, özünə qayıtsın, yeniləsin. İndi bunu mən əvvəlki halına qaytarmaq istəyirəmsə, yenə sağ düymə, yenə xüsusiyyətlər, properties, customize, fərdiləşdir, yenə change icon, ikonu dəyiş və burada restore default da vura bilərəm, ya da normal ilə qovluğu da seçə bilərəm. Mən qaytarıram əvvəlki halına, yenə OK vurdum. Əgər dəyişməsə yenə mən burada hal-hazırda dəyişdi məndə. Dəyişməsəydi sağ düymə vurub refreshi vurmaqla əvvəlki halına qaytara bilərdim. Sonra əgər bu qovluğu silmək istəyirəmsə, bu zaman ya sürüşdürüb atıram zibil qabına, ya klaviatura üzərindən delete vururam, ya da ki üzərində ekranda sağ düymə,
Bu zaman delete əmrini vururam, avtomatik qovluq silinir. Silinəndə recycle bin, yəni zibil qabı bura düşür. Buradan çıxarmaq üçün, yəni geri qaytarmaq üçün daxil oluram və həmin qovluğu seçirəm. Misal üçün təlim materialları idi. Üzərində sağ düymə və restore əmrini vururam. Avtomatik hardan silmişdimsə, həmin yerə geri qayıdır. Təlim materialları geri qayıtdı. Yox, ümumiyyətlə yaddaşdan da silmək istəsəm, bu zaman tutaq ki, burada silabus sənədləri var. Mən bunu yaddaşdan da silmək istəyirəm buradan da. Üzərində sağ düymə vururam və burada var. Qovluq üzərində sağ düymə, delete. Delete-i vurduqda avtomatik buradan da silinir. Hansı sənədi seçmişəmsə, həmin sənəd. Amma yox, buradan hər şeyi təmizləmək istəyirəmsə, empty recycle bin. Bura daxil oluram. Yes, vurdum, avtomatik zibil qabında olan bütün sənədlərim hər biri silindi. Yəni, zibil qabını boşaltdı. Bu da bizim qovluq haqqında olan məlumatlarımız.